Bax bu relay haqqında görürsüz, bu fırlanır, bu dayanır. Bunun relay haqqında bir dənə də video çəkmək istərdim. Bax gördüyünüz kimi 1 dəqiqə qalıb. 1 dəqiqədən sonra yəqin ki bu video sığışacaq. 1 dəqiqədən sonra özü fırlanır. Mənə podvat eləməsə. Bəlkə bu video ilk dəfədir kimsə görür. Belə bir stend də yığırıq. Yəni kiməsə maraqlıdırsa. Yanında görürsüz balkonlar da var. Yəni üzərinə nəsə qoyub reklam üçün mağazində. Görək. Burada əslində saniyə ilə də qoymaq olur. Yəni mən özüm dəqiqə ilə qoymuşam. 5 saniyəyə qədər, 10 saniyəyə qədər belə qoymaq olar. Kiməsə maraqlıdırsa. Gördüyünüz kimi özü başlayır fırlanmağa. Bu motor bunun üçün deyil. Yəni o motor mən elə belə qoymuşam ki, video çəkiliş üçün. Yəni belə stendlərə başqa motorları qoyuruq. Bu 3 ədədi sırf reklam üçündür. Ona görə bunlara nə gəldi, motor qoymuşam. Əslində bunları əvvəl elə bilirdim ki, yarıyar. Sonradan gördüm ki, yaramır. Yəni davamiyyətli iş üçün yaramır. Amma bəziləri var ki, arasında yarıyar. Məsəl üçün belə balaca stend olsa onu yarıyır.